Salam hörmətli müəllimlər. Bu gün sizə Tayland haqqında danışacağam. Tayland Cənub-Qərbi Asiya regionunda yerləşən monarxiya ölkəsidir. İnzibati ərazi quruluşuna görə isə unitar bir dövlətdir. Sahilləri iki okean suları ilə yuyulur. Həm Sakit okean suları ilə, həm də Hind okean suları ilə. Hind okeana məxsus Andaman dənizi və Sakit okeana məxsus Siam körfəzi Tayland sahillərini yuyur. Paytaxtı və ən böyük şəhəri Bangkok şəhəridir. İki yarımkürədə şimal və şərq yarımkürəsində yerləşir və bir işıqlanma qurşağında yerləşir. Yalnız tropik qurşaqda. Deyə bilərik ki, bütün ərazisində günəş zenitdə ola bilər. Tayland zəngin qala ehtiyatlarına malikdir. Gəlin görək xəritə sxem toplumumuzda Tayland haqqında nələri öyrənə bilərik. Taylandın daxili suları iki okean hövzəsinə aiddir. Tayland subekvatorial iqlim qurşağında yerləşir. Cənub hissəsi cüzi ekvatorial iqlim qurşağına da düşür. Ən iri çayı Mekong çayıdır. Mekong çayı Tayland və Laos arasında təbii sərhəd rolunu oynayır. Bundan başqa burada Nemam çayı var və Menam daha doğrusu çayı. Menam çayı adında da burada bir ovalıq var. Həmçinin Mekong ovalığı yerləşir, həmçinin də burada Menam ovalığı yerləşir. Ərazisinin bir hissəsi seismik cəhətdən fəaldır və ərazisi orta qırışıqlıq vilayətində yerləşir deyə bilərik. Təbii zonalarından isə dəyişkən rütubətli meşələr, həmçinin də savannalara rast gəlinir. Tayland üçün dəyişkən rütubətli meşələr və savannalı təbii zonasını qeyd edə bilərik. Burada isə savannalar mövcuddur. Sonra görək xəritə sxemlə nə qeyd etmək olar. Təbii ki, torpaqları da yenə savannalara uyğun olaraq qırmızı qonur və dəyişkən rütubətli meşələr olaraq qırmızı, sarı torpaqlara rast gəlinir. Asiyanın monarxiya ölkələrinə daxildir, həmçinin də unitar monarxiya ölkəsi hesab edilir. Yeni sənaye ölkələr qrupuna daxildir. Həmçinin əhalisinin cins tərkibində qadınlar üstünlük təşkil edir. Əhalisi Budda sivilizasiyasına aiddir. Budda sivilizasiyası beynəlxalq iqtisadi inteqrasiyanın ümumi bazar mərhələsindədir. ASEAN təşkilatına üzvdür. Qoşulmama hərəkatına da üzvdür. Zəngin qala ehtiyatlarına malikdir. Çəltik istehsalına görə fərqlənən ölkələrə daxildir. Kauçuk istehsalına görə fərqlənən ölkələrə daxildir. Ətlik südlük heyvandarlıq üstünlük təşkil edir. Tayland haqqında bilməli olduğumuz ən vacib qeydlər bunlar idi. İzlədiyiniz üçün təşəkkür edirik.